Meyxanaçı Namiq Qaraçuxurlu ilk dəfə həyat yoldaşı ilə bağlı paylaşım etməsindən danışıb. Sənətçi, mədəni şouda olan zaman aparıcı Afaq Gəncəli ona bu haqda sual ünvanlayıb. Afaq Namiqdən nə üçün 14 il ərzində ilk dəfə belə addım atmasını soruşub. Yubileyimiz idi, damarıma düşdü, böyük səbəb yox idi. 14 ilimiz oldu. Hərdən ürəyimdən keçir ki, xoşbəxtliyimi paylaşım. Bir daha gördüm ki, olmaz. Sosial şəbəkədə müxtəlif insanlar var. Şəxsi həyatım maraqlıdır. Bəlkə də qapalıdır, danışmıram. Digər səbəb isə insanlar haqqımda ssenari çiziblər ki, belə olub və indi belədir. Haqqımda yaranan əfsanələrə o qədər gözəl yanaşıram ki, aqressiv də olsa haqqımda düşünür. Bu da uğurumdur. Bəziləri sevindi, amma taleyində nəsə olanlar acıqlı qarşıladı deyə Namiq Qaraçuxurlu cavab verib. Qeyd edək ki, Namiqin bu nigahdan bir qız övladı var.